bu vacib tədbirdir, Qazaxıstan Enerji Həftəsi və Azərbaycan da burada Mərkəzi Asiya ilə strateji enerji tərəfdaşlığı olan ölkə kimi iştirak eləyir. Bizim bildiyiniz kimi Qazaxıstanla, eyni zamanda Özbəkistanla, digər Mərkəzi Asiya ölkələri ilə ciddi strateji enerji tərəfdaşlığımız var. Özbəkistan və Qazaxıstanla bizim Transxəzər, Azərbaycan Mərkəzi Asiya enerji dəhlizi layihəsi artıq işə başlayır. İnşallah noyabr ayından yaxın vaxtlarda layihənin texniki iqtisadi əsaslandırılması başlayacaq. Bir il ərzində bu iqtisadi əsaslandırmanın yekunlaşması və sonra artıq kommersiya hissəsinin 2027-ci ildən sonra başlanması nəzərdə tutulur. Burada böyük həcmdə enerji həcmlərinin Mərkəzi Asiya və Azərbaycandan Avropa və digər bölgələrə nəqli nəzərdə tutulur. Eyni zamanda Qazaxıstanla iki tərəfli əsasda bu Qazaxıstan neftinin, enerji məhsullarının Xəzər vasitəsilə, Azərbaycan vasitəsilə digər ölkələrə tranziti məsələləri çox perspektivli sahədir. Azərbaycan burada tranzit xabına, mərkəzinə çevrilmək üzrədir. Bu bölgədə əsas açar ölkədir və Mərkəzi Asiyadan olan tərəfdaşlarımız, o cümlədən Qazaxıstan da Azərbaycanın rolunu başa düşür. İnşallah Zəngəzur dəhlizinin Tramp xəttinin açılması ilə bu xətt vasitəsilə enerji resurslarının nəqli, neft, qaz, enerji nəqli ilə bağlı yeni imkanlar yaranacaq. Türkiyə, Yaxın Şərqə və Avropa ölkələrinə böyük həcmdə enerji tranzit olunacaq və ixrac olunacaq.